Məsələn, əruz şeirində istifadə olunursa, yar gəlir, onu qəlibdə elə bir yerə salmaq lazımdır ki, buradakı yar sözündəki A uzansın və həmin R səsi ondan ayrılıb ayrıca bir heca əmələ gətirsin. Bu da həmin sözün alınma olmağı ilə bağlıdır. Təbii ki, ərəb əlifbasında 3 uzun sait mövcud olub. Bunlar A, U və İ səslərini ifadə edir. Həmin yar sözündə də həmin uzun saitlərdən biri istifadə edilib. Yar hali dilimiz zar bilibdir, bilirəm. Burada gördüyümüz kimi Füzuli yar və zar sözlərindəki A saitini uzadıb və R samiti tələffüzdə ondan ayrılır. Əgər biz onları yar və zar kimi oxusaq, onda vəzn qırıqlığı əmələ gələcək. Tərcümə nümunəsi olsa da, Nizaminin yaradıcılığından tərcümə olunmuş gəlmiş idi rədifli qəzəli misal göstərmək olar. Məsələn, orada deyir ki, gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Bu misralarda yar və nigar sözləri bayaq göstərdiyimiz qaydada tələffüz olunmalı olduğu halda qısaldılara oxunub və bu da əruzun həmin o qanunlarının pozulması deməkdir. Tərcümənin çətinliyini nəzərə alıb bunu hardasa məqbul qəbul eləmək olar. Amma orijinal şeirlərdə olmaması daha məqsədə uyğundur. Orta dövr Azərbaycan ədəbiyyatının ilk dövrlərində bu hala rast gəlirik. Amma bu hal ona görə baş verirdi ki, o vaxt hələ Azərbaycan dili, ümumiyyətlə türk dilləri əruza tam uyğunlaşmamışdı. Əruz hələ türk dillərində təzə tətbiq olunmağa başlamışdı. Məsələn, Nəsimidə də var ki, ayrılıqdan yar mənim bağrımı büryan eylədi, yaxud ey müsəlmanlar, bilin yarı ilə xoşdur bu cahan, çünki yardan ayrı düşdüm mən cahanı neylərəm. Bu misralarda da gördüyümüz kimi yar sözündə qısalma var, həmin dediyimiz hal var. Lakin sonraki dövrlərdə, xüsusən Füzulinin timsalında Azərbaycan əruzu demək olar ki, kamilləşdi, özünün zirvəsinə çatdı və bu hallar ortadan qalxdı. Və müasir şairlərimiz də belə hallara fikir versələr, onların şeirləri vəzn cəhətdən daha kamil nümunələr sayıla biləcək.